Türkiyə Azərbaycana səfər edəcək İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsi üçün hava məkanını açmayacaq. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin yanında Dezinformasiyaya qarşı mübarizə mərkəzi məlumat yayıb. İsrail baş naziri Benyamin Netanyahunun mayın 7-sində Azərbaycana səfəri üçün Türkiyə hava məkanının açılması ilə bağlı qətiyyən heç bir razılıq yoxdur. Türkiyə hava məkanını İsrail təyyarələri üçün bağlayıb deyə məlumatda bildirilib. Mərkəz əlavə edib ki, səmanı bağlamaq qərarı İsrailin Qəzza zolağı ilə bağlı siyasəti ilə əlaqədar verilib. Eyni zamanda Türkiyə Fələstinə dəstəyini davam etdirəcək. Türkiyə Xarici İşlər Nazirliyi də açıqlamasında məsələ ilə bağlı hər hansı müraciət və razılığın olmadığını bəyan edib. Bu bəyanatlardan bir neçə saat sonra İsrail tərəfi Netanyahunun Bakıya səfərinin təxirə salındığını elan edib. Məlumatların ardıcıllığı və hadisələrin inkişafına nəzər saldıqda baş verənlər arasında əlaqənin olduğu ehtimal etmək mümkündür. Bir neçə gündür Netanyahunun Türkiyə səması vasitəsilə məlumatlar nə Bakı, nə də Ankara tərəfindən təkzib olunmayıb. Lakin Suriyada baş verənlər və İsrailin Prezident Sarayının 600 metrliyinə zərbə endirərək verdiyi hədə mesajı görünür. Yenidən Ankaranın səbir kasasını daşırıb. Məhz gərginliyin ardından Türkiyənin jestini geri çəkdiyi versiyası istisna olunmur. Qeyd edək ki, Benyamin Netanyahunun Azərbaycana analoqu olmayan müddət 5 günlük səfər proqramı ilə gələcəyi xəbəri beynəlxalq və regional miqyasda ciddi maraq, həssaslıq və diqqətlə izlənilirdi. Baş verənlərə rəğmən İsrail tərəfi səfərin ləğv edildiyini deyil, tarixin dəyişdirildiyini elan edib. Bu isə o deməkdir ki, Netanyahunun səfəri bu dəfə daha az qabardılaraq media müzakirələrindən uzaq, sürpriz bir tarixdə reallaşacaq.